Bugün sizə Abşeron rayonunun Nobxan kəndində 31 sotda möhtəşəm bir bağ evinin təqdimatındayım. Hörmətli izləyicilərimiz, illərin bağ evidir. Yəni uzun müddətli yaşayış olmadığına görə sadəcə bağ sahəsinin təmizliyə ehtiyacı var. Bir də ki, evin aboylarıdır, müəyyən işlərdir, görülməlidir. Amma torpaq sahəsinə görə çox möhtəşəm qiymətə təklif olunur. Baxın, geniş həyətyanı sahəsi var. Evin arxa hissəsində də bağ sahəsidir. İrəliyən dəqiqələrdə bunların hamısını sizə izah eləyəcəm. Təqdimatımız uzun çəkə bilər. Əgər əzinə əsil, geniş bağ ev istəyənlər mütləq izləsinlər. Evində torpağında kupçası var. Bütün kommunallar var təbii ki. Ehtiyat su anbarına kimi hər birisi mövcuddur. Baxın, həyətə giriş qapısı gördüyünüz kimi. Maşın saxlamaq üçün kifayət qədər ərazisi var. Bu hissədə geniş çardaq hissəsidir ki, alt hissəsində avtomobillərinizi saxlamaq üçün görürsünüz bu cürə çardağı yığılıb və bu hissədə sanitar qovşaq hamam otağı yerləşir. Bura sanitar qovşaqdır. Bu hissədə isə hamam otağı yerləşir. Dəyərli izləyicilərimiz, bu həyətyanı sahəsində yerləşənlərdir. Evin təbii ki, içində də əlavə olaraq saunasına kimi mövcuddur. Su nasosu, ehtiyat su çayını da göstərəcəm sizə. Burada belə şəlaləsi var. Sadəcə dediyim kimi təmizliyə ehtiyacı var. Burada su quyusudur, təmiz, saf sudur ki, birbaşa içməli sudur. Dəyərli izləyicilərimiz, burada teras hissəsinə çıxışdır. Öndən çıxışdır, teras hissəsidir. Ümumilikdə 2 mərtəbəlidir. Bu hissədən də giriş var, alt hissədən də giriş var və yuxarıda da ki, əlavə olaraq mansard mövcuddur. Bu hissədə göstərim sizə moykası və əlavə olaraq manqalnisi yerləşir. Çox gözəl və yerləşmə yeri də ətraf tam villalardan təchiz olunmuş ərazidir. Əlavə olaraq həyətyanı sahəsində basenisi də var ki, daşıma basenidir. Hal-hazırda, yəni ki, işlək vəziyyət. Yəni evdə nə görürsə işlək vəziyyətdədir. Sadəcə dediyim kimi, baxımsız qalıb, səliqəyə salıb təmizləmək lazımdır. Arxa hissəsində, baxın, arxa hissəsində geniş bağ sahəsi var. Çox geniş bağ sahəsi var. Həqiqətən də ümumilikdə 31 sotda yerləşir. Bağ sahəsi ümumilikdə ev qarışıq 31 sahə, 10 sot isə o bağ sahəsidir. Sırf bağ sahəsi 10 sotdadır. Baxın, dəyərli izləyicilər, ətraf hamısı böyük villalardır. Baxın, ətraf hamısı böyük villalardır. Əlavə olaraq burada toyuqca saxlamaq üçün damlar da mövcuddur. Hörmətli izləyicilərimiz, 31 sotun 21 sotu kupçada, ev qarışıq kupçadadır. 10 sotu isə sənədsizdir. Təbii ki, burada torpaq yalnız bu evə məxsusdur, girişi çıxışı bu hissədəndir. İllərdir, ev sahibinindir, illərin bağ evidir. Gəlib özünüz də yaxından tanış ola bilərsiniz. Bugünkü gün üçün dediyim kimi torpaq qiymətinə verir. Qiyməti açıqlayayım sizə. 350 min manata deyilir. Real müştərilərdən təbii ki, qiymətdə razılaşmaq da olacaq. Giriş hissəsidir bura. Gördüyünüz kimi, ikinci mərtəbəyə qalxan pilləkənlər. Burada yerləşir mətbəx hissəsi. Mətbəxdən də əlavə çıxışı var yan hissəyə. Burada yerləşir hamam otağıdır, dəyərli izləyicilərimiz. Həm çamaşırxana kimi də istifadə olunur. Bu hissədə isə saunasıdır. Saunası da işlək vəziyyətdədir. Baxın, dəyərli izləyicilərimiz. Hər bir şey parnoyuna kimi hər birisi mövcuddur. Hal-hazırda da işlək vəziyyətdədir. Burada isə əl damı kimi nəzərdə tutulub. Lampalarını yandırmıram. İkinci mərtəbəyə qalxırıq. İkinci mərtəbədə isə yerləşir. Ümumilikdə 1, 2, 3, 4, 5 otaq yerləşir. Burada yerləşir otaqlardan birincisi geniş otaqdır. Burada yerləşir digər yataq otağı. Evin sadəcə təmirə ehtiyacı var. Yəni divar kağızları, döşəməni istəsəniz rəngini dəyişə bilərsiniz. Burada bir yataq otağı. 350 min manata deyilir. 31 sotda həqiqətən də yerləşmir. Çox gözəl ərazidə yerləşir. Birbaşa gəldiniz kanalın kənarında. Yəni bilənlər svetofordan sağa döndünüz. Hardasa 700-800 metrə gələndən sonra birbaşa kanalın yaxınlığındadır. Bura isə qonaq otağı kimi nəzərdə tutulub. Geniş qonaq otağıdır. Plus mansard hissəsinə çöldən də çıxışı var və əlavə olaraq bu hissədən görürsünüz nərdivan var ki, birbaşa üstü bütöv mansarddır. 3 mərtəbə sayılır.
Gözəl qiymət Abşeron rayonu Novxanı kəndində, Bağlar massivindədir dəyərli izləyicilərimiz. Kanalın kənarında tanıyanlar, bilənlər bilir. İstəsəniz yaxından da tanış ola bilərsiniz. 051 635 17 97 nömrəmizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Bir daha təkrar edirəm, 31 sot, 21 sot sənəddə Qubçada ev qarışıq, 10 sotda artıq sahəsi var ki, sırf bir evə sahibidir, illərdən yaşayış var. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub, videoları bəyənməyi unutmayasınız.